Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri. Vehlul uqdeten min lisani yefqahu kavli. Esselamu aleyke ya Eba Abdillah ve alel ervahilleti hallet bi finaik. Aleyke minni selamullahi ebeden ma beqitu ve beqiyel leylu ve nehar. Ve la cealehullahu ahirel ehdi minni li ziyaretikum. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Peygamber, Ali Peygamber cemalına salavat zikredeyik. Allahümme salli ala Muhammed ve ali Muhammed. Birimizin envatına salavat zikredeyik. Allahümme salli ala Muhammed ve ali Muhammed. Herkesin valideyni rahmete gedib, bizim valideynimiz, anamın da bu günleri vefat günüdür ve herkesin valideyni, ata-anası rəhmətə gedibsə, ruhlarına salavat zikr eləyir. Allahümme salli ala Muhammed və ali Muhammed. Kərbəla şəhidləri yad edirik və həmçinin bütün İslam şəhidləri, xüsusilə Qarabağ şəhidləri, 1-ci müharibə, 2-ci Qarabağ müharibəsi şəhidlərini yad edirik, ruhlarına salavat zikr edirik. Allahümme salli ala Muhammed və ali Muhammed. İnşallah ki, məclislərdən bəhrəmənd olaq, istifadə edək və inşallah ki, İmam Hüseyin məclisi iştirakçıları səhifəsinə yazılaq, Peyğəmbər əhl-i beytinə salavatla yad eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Allah qismət elədi, Mühərrəmlik ayı və Mühərrəmliyin ilk günü toplandıq və yığışdıq. Elhamdülillah, Allahın bizlərə olan minnətidir və Allah minnət qoyub, qismət edib, cəm olmuşuq, toplanmışıq belə bir gözəl məclisə, belə bir gözəl topluma və gözəl ayda, əza ayı, müsibət ayı, əhl-i beyt ayı cəm olmuşuq və buna görə Allaha şükür eləyirik. Və inşallah ki, həmişə belə məclislərimiz davamlı olsun, həmişə yığışaq, həmişə toplanaq və həmişə İmam Hüseyin zikri adıyla inşallah ki, ürəklərimizi, fikirlərimizi, məclislərimizi nurani edək inşallah. Mən ilk Mühərrəmin ilk günüdür və həqiqətən elə bir günlərdir ki, həm müsibət günləridir, həm də adam deyə bilər ki, nemət, Allahın neməti, bizə olan nemətidir və həm də insan bir tərəfdən də fərəhlənir. Nəyə görə fərəhlənir? Fərəhlənir buna görə ki, bilirik ki, İmam Hüseynə aid olan aydır, İmam Hüseyin əzasının ayıdır, bilirik İmam Hüseyin əleyhissalamın şəhid olan günlərinə yaxınlaşırıq və buna agahıq və buna görə toplanmışıq. Bu özü böyük bir nemətdir, Allahın nemətidir. Bunu gərək xatırladaq və dönə-dönə xatırladaq ki, sadə yanından keçməyək. Yəni, bir çox sadə məsələlər var. Elə bilirik ki, addidir, amma addi deyil, bizə sadədir. Amma bu sadəni xatırlamalıyıq ki, bilək ki, Allahın nemətidir. Və o sadə məsələlərdən biri budur ki, elə mühərrəmlikdə əza keçirərlər də, mühərrəmlikdə elə toplanarlar da, bəli, elə əza keçirərlər, toplanarlar, amma bir çoxu bunun fərqində deyil. Əgər biz bunun fərqindəyiksə, bu Allahın nemətidir. Bunu gərək ən əvvəl
fərqində olaq və şükürlər edək Allaha ki, Allah Taala bu agahlığı və bu düşüncəni və bu bəsirəti, bu agahlığı bizlərə bəxş edib ki, bilirik və buna görə də toplanırıq. Əza məclisidir, əza məclisləridir. Bu böyük bir nemətdir ki, insanın bir hissəsi fərəhdir, bir hissəsi əzadır, bir hissəsi gülür, bir gözü gülür, bir gözü ağlayır. Bunu da bilməliyik, insan bu iki hissədən ibarətdir. Bu da böyük bir nemətdir ki, bunun fərqində olaq ki, həmişə insan gülməkdən ibarət deyil ki və həmişə də ağlamaqdan ibarət deyil. Gülməklə ağlamaq insanın həyatının tərkib hissəsidir və əsas bir məsələdir. Mən çalışıram ki, səsimi çatdırım ki, hər tərəfə çatsın səsim. Əgər birdən bir çətinlik olsa, mənə xəbərdarlıq eləyin, biraz ucaldım, uca danışım. Çalışacağım ki, uca danışım ki, səsim çatsın. Amma birdən çatmasa, mütləq mənə deyin ki, səsim çatmır. Biraz təbii ki, şəraiti nəzərə alıb, bu şəraitə görə də hərəkət edirik. Hər halda, yəni bu böyük bir nemətdir ki, təbii ki, insanın şad günləri də olar, qəm günləri də olar. Məhərrəmlik və mühərrəmlik ayı ümumiyyətlə qəm günləridir. Biz elə belənçiyinə qabaqdan, əzəldən öyrənmişik, əzəldən bilmişik ki, mühərrəmlik ayı gələndə elə birinci günündən, düzdür Aşura 10-cu günü də əsas hadisə. Amma elə birinci günündən elə bir Əhl-i Beytdən bizə bu qanla keçib, irslə keçib, ata-baba ilə keçib, ana ağbircə ilə keçib, nə ilənsə keçib bizə ki, elə Məhərrəmliyin birindən əza olar ta Səfər ayının axırına qədər və bu heç də narahat edici məsələ deyil, bu çox belə də olmalıdır. Çünki 12 ayın nə olar ki, 2 ayını İmam Hüseyin fikrində insan olsun, Məhərrəmlik fikrində olsun. Bu ki, azaldaq, çoxaldaq, bunlar ehtiyac elə bilirəm yoxdur. 10 ay olar, şad günləri var da maşallah, az ki deyil, şad günü çoxdur. Və onlar da öz yerində, biz onu danmırıq və inkar da eləmirik, amma əza günləri əsas məsələlərdir. Ona görə buyurur ki, o şaidir, ətri gəlir Mühərrəmin hər yerə qarə sərdilər. Fatimə növhə başladı, göylərə qarə sərdilər. Qismət oldu doğrudan da bu müsibət, bu əza tək yerin əzası deyil ki, bu göylərin də əzasıdır. Bəkətis səmavat vəl ərz, yerlə göy Hüseynə ağlayır. Hüseynə o şair Məhəmməd Hüseyn Şəhriyar nə gözəl, Hüseynə yerlər ağlar, göylər ağlar, Bətuli, Mürtəza, Peyğəmbər ağlar. Ona görə böyük nemətdir ki, qismətdir bizə. Hər bir hadisədə mən bu günləri bir girişlə, inşallah ki, qismət olar 10 gün söhbətimizi davam eləyərik, müəyyən bir mövzuda danışmaq niyyətindəyəm 10 gün ərzində. Ki, amma bu günləri giriş olaraq bir neçə məsələyə işarə eləyim, ta giriş olsun, sonra inşallah o birisi məclislər, digər günlər mövzumuzu davam eləyərik. Ümumiyyətlə, hər bir hadisədə dünya qarşılıqlarla ibarətdir. Yaxşı, pis, ağrı, acı, düz, əyri, səhv, yalan, qarşılıqlardır. Quranda da biz bu qarşılıqları görürük. Yəni, həmişə ağla, həmişə ağ deyil, həmişə də qara deyil. Ağla qaradır. Bu qarşılıqlar var. Quran da bu qarşılıqları aşkar şəkildə bizlərə göstərir. La yəstəvi əshabun nar və əshabul cənnə. Cəhənnəm əhli ilə cənnət əhli bərabər deyil. Bu iki dənə qarşılıq Quran bizə göstərir. Bu qarşılıqlar var. Qarşı-qarşıya dayanıb hər şey. Ya ma yəstəvil əma vəl bəsir. Körla görən birdirmi? Həl yəstəvillezine ya'lemun vellezine la ya'lemun. Bilənlə bilməyən bərabərdirmi? Qəd əfləhə mən zəkkaha və qəd xabə mən dəssaha. Allaha söykənən, təzkiyə edən
paklanan insan səadətə yetişdi. Paklanmayanlar isə bədbəxtlik və tənəzzülə uğradı. Əshab-ül Yəmin, Əshab-ül Şimal, sağ tərəfli insanlar, sol tərəfləyən sağ insanlar, pak insanlar, sol Quranın ibarələridir bunlar ki, napak insanlar və Quran da bölür, iki yerə bölür həmişə məsələləri. Ümumiyyətlə, Aşura hadisəsi, vaqiəsi, Kərbəla və Mühərrəmlik ayı bu ikiliyi tam şəffaf şəkildə göstərən bir hadisədir. Heç də qaranlıq ikiliyi deyil, şübhəli deyil ki, qarışıq deyil. Yəni, ya bir tərəfdə batilə qarışıq yaxşı, digər tərəfdə yaxşılığa qarışıq batil. Belə deyil, bir tərəfdə tam batildir, bir tərəfdə tam yaxşılıqdır, haqdır. Yəni, tam şəffaf şəkildə bu hadisə bizə haqla batili göstərir. Görürsən ki, illər, min illər keçir. Hətta bütün insanlar, bu günləri baxanda, bütün insanlar Aşura hadisəsini və yaxud Kərbəla hadisəsini insanlara təqdim eləyəndə insanlar həmişə İmam Hüseyn tərəfini saxlayırlar. Hətta o kəslər ki, hesab eləyirsən ki, ola bilsin ki, məsələn, mən görəsən orada olanda hansı tərəfdə olacam? Ona baxmayaraq İmam Hüseynin tərəfini saxlayır. Uzaqdan belənçinədir. Yəni, belə bir adam tapmazsan bu günləri. Antoine Bara məşhur Məsihi alimlərdəndir. Bir dənə kitab yazıb ki, Məsihilikdə İmam Hüseyn Məsihilik nəzəriyyəsində. Əl-Hüseyn fi nəzəril Məsihi. İmam Hüseyn Məsihilikdə maraqlıdır. Deyir, o qədər bu insan Məsihidir ya, o qədər bu insan məni mədhuş eləyib, o qədər bu insan cəzb eləyib məni ki, bütün elə bil təzadlar, bütün kamilliklər bu insanda cəmdir. Həm atifəlidir, həm hissləri var və həm də qiyamçıdır. Deyir, qiyamçıların hissləri olmaz. Hissləri olanın qiyamçı olmazlar. Bu insan həm qiyamçıdır, həm də hissləri var. Həm də sevgisi var, həm də qiyamçıdır. Yəni, baxırsan ki, fərqi yoxdur. Şəxsiyyətlər, həmçinin digər şəxsiyyətlər. İmam Hüseyn bu günləri, məsələn, baxırsınız, xüsusilə Ərbəin hərəkatı da olandan sonra hamı da iştirakçıdır da, bilirsiniz də. Ərbəin hərəkatında tək müsəlman hərəkatda deyil, tək Şiə deyək, müsəlman deyək, bu günləri ümumiyyətlə İmam Hüseyn hadisəsi hətta belə deyək, ilahi bir dastandır. İmam Hüseyn hadisəsi ilahi dastandır. İmam Hüseyn hadisəsi insani bir hadisədir. İmam Hüseyn hadisəsi, Kərbəla hadisəsi deyək, şiələrə aidiyyatı yoxdur. Bu bəlli məsələdir. İndi bunun üzərində heç mən çox vaxt almaq da istəmirəm ki, artıq üçün hamıya bəllidir. Yəni, istəyirəm deyim, o qədər şəffaf qarşı durmadır. Şəffaf qarşı durma. Qeyri-şəffaf qarşı durmada bilmirsən, haqq hansıdır, batil. Bu o qədər şəffafdır ki, indi hər bir kəs, baxırsan ki, bu günləri qarşı-qarşıya olan kəslər də İmam Hüseyndə birləşirlər. Bir-iki tərəfdir ya, bir-birinə düşməndir, amma İmam Hüseyndə birləşirlər. Gəlirlər İmam Hüseynə çatanda deyirlər, hə, biz İmam Hüseynin düşmənlərini qəbul eləmirik, razılar. Baxın, bu qarşılıq tamamilə şəffaf bir qarşılıqdır. Ona görə şəxsiyyətlər görürük ki, həmişə bu hadisəni böyük tutublar və həqiqətən də bu hadisəni böyük tutmaq nemətdir və Allahın insana bəxş etdiyi nemətdir, buna agah olmalıyıq. Neçə dənə hadisə var tarixdə, bu neçə hadisə ümumiyyətlə tarixdə böyük iz buraxıb və insan həyatında böyük iz buraxıb. 4 dənə hadisədir, biri digərinə bağlıdır. 4 dənə hadisədir, biri digərinə bağlıdır, biri Be'sətdir, biri Qədirdir, biri Aşuradır, biri də Zühurdur. Bu 4 dənə hadisə biri digərinə bağlı hadisədir. Be'sət hadisəsi Peyğəmbərə aiddir. Be'sətdə Allah minnət qoydu möminlərə. Peyğəmbəri Allah Taala insanlara göndərdi və minnət qoydu. Laqad mannallah alal mu'minina iz ba'asa fihim rasulan min anfusihim yuzakkihim və yuallimuhumul kitaba vel hikmə. Biz insanlara minnət qoyduq ki, Peyğəmbəri sizə göndərdik. Bu Be'sətdir. Buna deyərlər Peyğəmbərin Peyğəmbərliyə çatmasıdır da.
İnsanlara minnət qoydu. Yəni insanlar uçurumdaydı, insanlar insanlıqlarından ayrılmaqdaydı. Allah Taala be'sətlə insanlığı insanlığa qaytardı. İnsanlığı insanlara qaytardı. Bu be'sətdir. İkinci hadisə Qədir hadisəsidir. Qədir hadisəsi tamam dinin tamamlanması və kamala çatmasıdır. Be'sətdə minnət qoydu, Qədirdə də tamamladı və kamala çatdırdı. Ki məşhur Maidə surəsinin həmən 3-cü ayəsidir. Ümumiyyətlə Quranda tamam kəlməsi 3 yerdə gəlib. Quranda 3 yerdə tamam kəlməsi gəlib. Biri Fəth surəsindədir. Buyurur, İnna fətəhna ləkə, fəthən bu Məkkəni ki, Peyğəmbər fəth elədi. İnna fətəhna ləkə, fəthən mubina və buyurur ki, və yutimmə ni'mətəhu liyəğfirə ləkə ma təqəddəmə min zənbikə və ma təəxxər və yutimmə ni'mətəhu aleykə. Biz sənin üçün Məkkəni fəth etdik və bununla ne'məti tamamladıq. Bir dənə buradadır, ancaq ne'məti tamamladıq. Bir dənə bu yerdədir. Bir dənə tamamlama, ne'mətin tamamlanması qiblənin dəyişdirilməsindədir. Allah buyurur Bəqərə surəsində və min haysu xərəctə fəvəlli vəchəkə şətrəl məscidil haram fəla təxşəvhum vəxşəvni və liutimmə ni'məti aleykum. Hər bir yanda olsaz üzünüzü Kəbəyə tərəf tutun ki biz sizin üçün ne'məti tamamladıq. Bu da ne'mətin tamamlanmasıdır. Bir dənə də ne'mətin tamamlanması var Qədir. Əli əleyhissalamın vilayətə çatmasıdır, amma orada tamamlamaq tək deyil. Həm tamamlamaqdır, həm kamala çatdırmaqdır. Bu hətta Fəth Məkkədən də üstündür. Məkkənin fəthindən də üstündür. Ona görə Allah deyir, həm tamamladım, həm kamil etdim. Tamamlamaq ümumiyyətlə məsələnin kəmi tərəfidir, kəmiyyət tərəfidir. Kamilliyə çatdırmaq keyfi tərəfidir. Tamamlamaq məsələnin zahiridir, kamala çatdırmaq məsələnin batinidir. Çünki Əli əleyhissalamın vilayəti İslamın batinidir. Ona görə Allah buyurur ki, həm tamamladım, həm də kamala çatdırdım. Nə Fəth Məkkədə bunu dedi, nə də qiblənin dəyişdirilməsində. Həm Fəth Məkkədə, həm qiblənin dəyişdirilməsində tamamlamaqdır. Amma Qədir Xumda, Qədir günündə həm tamamlayır, həm də kamala çatdırır ki, buyurur Əl-yevm əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və rəzitu ləkumul İslamə dina. Əkməltu və ətməmtu. Kamilliyə çatdırdım və tamamladım. Bu da Qədir günü və digər bir üçüncü hadisə Aşura hadisəsidir. Bax, fikir və be'sət minnətdir. Qədir tamamlamaq və kamala çatdırmaqdır. Aşura isə yenidən qurmadır, ehyadır. Yəni Aşura aradan gedən həqiqəti yenidən öz yerinə qaytardı. Buna deyərlər ehya. Diriltmədi, yenidən diriltdi. Ona görə buyurur ki, mən Hüseynnənəm, Peyğəmbər nədir məşhur cümləsi? Ənə min Hüseyn və Hüseynun minni və ənə min Hüseyni. Hüseyn məndəndir və mən də Hüseynnənəm. Bunu mərhum Şüşləri çox gözəl buyurub. Deyir, Hüseyn mən nəvədir də. Aydın məsələ, Hüseyn Peyğəmbərdəndir. Amma Peyğəmbər necə Hüseyndəndir? Deyir, çünki Hüseyn məni yenidən diriltdi. Dinimi diriltdi, özümü diriltdi, həqiqətimi diriltdi. Bu Aşuradır. Aşura ehyadır. Aşura yenidən dirildir. Və bu ehya insanların həyatında böyük bir, yəni bütün din ümumiyyətlə sual altındaydı. Din demək olar ki, aradan gedirdi və İmam Hüseyn əleyhissalam dinə yeni bir can bəxş elədi. Baxır, məsələn də bu misalları mən nümunə olaraq, yəni tarixi misallar çoxdur. Biz tarixi həyatda bu Bəni Ümeyyə, Muaviyyədən bu fikir verin, imamlıq termini ümumiyyətlə dində. Qədir Xumdan sonra vilayət və imamət əvvəlcə xilafətlə dəyişdirildi. Sonra xilafət səltənətlə dəyişdirildi. Sonra səltənət imperator. Muaviyyənin məşhur cümləsidir. Muaviyyə deyir ki, elə bil xoşuma gəlir mənə imperator desinlər, sultan desinlər. Çünki Muaviyyə bu İranla, Rumla ki qarşı-qarşıya idi. Onların da öz dərinə görə öz tarixləri var idi. Məşhur tarixdə Rum
şahına Qeysər deyirlər. Rum şahına Qeysər deyil. Necə ki, Misir şahına, bunlar ad deyil ha, şəxs adı deyil. Şahların öz şəxsi adları var idi. Amma şah tituludur, belə deyək. O xüsusi bir məqamdır. Məsələn, Həbəşə şahına Nəcaşi deyirlər. Nəcaşi o şəxsin adı deyil. O şahın tituludur. Məqamdır, yəni Nəcaşi deyirlər. Yəmən şahına Tübbə deyirdilər. Məsələn, Rum şahına Qeysər deyirdilər. İran şahına imperator deyirdilər. Peyğəmbər vilayət və imamət həqiqətini gətirdi, amma bunu xəlifəli ilə dəyişdirdilər. Bu azmış kimi Muaviyə bunu səltənətlə deyir, sultanlıqla deyir. Deyir, elə bil ki, Rum imperatorlarını görürdü, həsəd deyir ki, mən də onlar kimi olmaq istəyirəm də, mənə də sultan desinlər, səltənətlə dəyişdirildi. Baxın, bu böyük bir de, bunu İmam Hüseyin əleyhissalam bunu görürdü, bunu Əhl-i Beyt görürdü. Yəni İmam Hüseyin də ən pik həddi, yüksək həddi İmam Hüseyində bu Abdullah ibn Hənzələ məşhurdur. Hənzələ Qəsilul Məlaikə. Hənzələ Qəsilul Məlaikə Peyğəmbərin ən yaxın səhabələrindəndir. Ən yaxın səhabələrindən. Hicrinin 3-cü ilində Uhud müharibəsində şəhid olur. Uhud Qəsilul Məlaikə Peyğəmbərin ən yaxın səhabələrindən. Bir dənə oğlu var Abdullah adında. Abdullah ibn Hənzələ. Bir dənə oğlandı Abdullah. Peyğəmbər dua elədi Hənzələ Qəsilul Məlaikə Hənzələ üçün. Dua elədi ki, Allah sənin nəslinə bərəkət versin. Bir dənə oğlu var Abdullah, 8 dənə oğlu var o Abdullahın. Həmən Abdullahın 8 dənə oğlu var. Yəni Hənzələnin 8 nəvəsi var. Bir dənə Abdullahdan. Ne üçün deyirəm? Abdullah Qəsilul Hənzələnin oğludur. Haçan Mədinədədir, Yezid 63-də. Eşidərsiniz bəlkə Hərrə vaqəsi, Hərrə müharibəsi ki 61-də Aşura hadisəsidir, Kərbəla hadisəsidir. 63-də Yezid hücum eləyir Məkkəyə, tarixdə görsənməyən faciələrdəndir. Mən ətrafında təfsilatı ilə o qədər faciələr törətdi, o qədər murdarçılıqlar Yezid. Ondan sonra da heç yaşamadı ya Yeziddə. Öldü, cəhənnəmə getdi. Heç çox vaxta keçmədi. Amma yəni Məkkəyə bir belə deyək də, gör vəziyyətə baxınan ki, müsəlman belə müsəlman xəlifəsi kimi özünü qələmə verir də. Müsəlman xəlifəsi Əmnamanda olan yeri mancanaqlarla oda tutur, ateşə tutur. Belə ki, Hərrə hadisəsi adlanır. Bəziləri deyirlər, nəyə görə Hərrə? Hərrə yəni alov deməkdir. Yəni Məkkənin daşları da yanırdı. O qədər. 15 min Məkkənin çox əhalisi yoxdur ya, 16-15 min əhalisi var. 7 min insan öldürdü Məkkədə Yezid. 7 min, yəni yarı və yarı demək olar ki, insanlarını tələf elədi. Uşaq, böyük, qadın, kişi, mən təfsilatı ilə danışmıram bu hadisəni. Neysə, bu kim, nə oldu? Abdullah İbni Hənzələ, Hənzələnin oğlu Abdullah, Aşura hadisəsindən sonra, Kərbəla hadisəsindən sonra Yezid bunları, bu başları çağırır öz yanına Şama. Çağırır Şama, tək Abdullah deyil, başqalarını da çağırır. Yəni, çağırır ki, biraz bunları belə mülayimləşdirsin, nə bilim adını nə qoyaq ki, nə olsun? Əla, məsələn, əla alsın, ayso, bir ad tapmalıyıq da buna ki, çox belə narahatçılıq da yaranmasın sonra. Amma çağırır bunları ki, bir məsələn, bunları ələ alsın, bir böyük, yəni qəbilələrin başçılarıdır. Mədinədən də Abdullah, Hənzələnin oğlu Abdullah Mədinədədir. Mədinədən də Abdullahı çağırır, bir ay bunlara, indiki dilləncə qonaqlıq verir. Bir aydan sonra Abdullah qayıdır Mədinəyə, öz cəmaatına deyir ki, ey əhli Mədinə, mən bir nəfər müsəlman xəlifəsi gördüm ki, 5 vəədə namaz vaxtı məst idi. Məst idi 5 vəədə namaz vaxtında. Yəni, nə haram bilir, nə halal bilir, nə din bilir, nə iman bilir. Ona görə hər kim məni ilə istəyir, əleyhinə qalxmağı məni ilə gəlsin, olmasa 8 övladımla əleyhinə qalxacam. Ki, həmən hadisə idi ki, Yezid qalxırlar da ayağa, Mədinədən hətta Mərvan və Bəni Üməyyəni də qovurlar, amma Yezid böyük bir Müslim ibn Allah lənət eləsin, Müslim ibn Üqbə ilə böyük bir
qoşunla həmən Hərrə hadisəsini yaradır və həm Abdullahı şəhid eləyir, həm oğlanlarını və hər kəs ki, dedim də 7000-ə 3000 deyirlər, əlbəttə 7000 deyil, müxtəlif ədəd deyirlər ki, böyük bir faciə törədir. Yəni istəyirəm deyim ki, bu Aşura, Kərbəla adı ehyadı nə deməkdir? Dini diriltdi, dini öz yerinə qaytardı, həqiqəti öz yerinə qaytardı, insanları agahlandırdı, insanların fikrini açdı, insanları indi sonraki söhbətlərimizdə mən işarə edəcəm ki, nə kimi məsələlər var idi ki, İmam Hüseyn əleyhissalam bunları etdi. Baxırıq, Bəsrəyə olan məktubunda, çox məktubu var da, məşhur məktubunda İmam buyurur ki, əla və innəs sünnətə qəd umitət və innəl bid'ətə qəd uhiyyət. Bəsrə cəmaatına məktubunda yazır ki, ayılın ki, bilin ki, sünnə aradan gedib, ölüb və bid'ət dirilib, yerini tutub. Bu vəziyyət idi ki, ona görə Aşura nədir? Aşura ehyadır. Aşura yenidən qurmadır. Aşura həqiqəti öz yerinə qoymaqdır. Və dördüncü hadisə zuhur hadisəsidir. Zuhur hadisəsi həqiqətin hakimiyyətidir. Və bu ayda həqiqətin hakimiyyəti. Nə oldu bəs? Be'sət hadisəsi. Be'sət minnətdir. Qədir tamamlamaq və kamaldır. Aşura ehyadır və zuhur haqqın hakimiyyətidir. İmam Zaman əleyhissalamın zuhurunda da bunu Quran, hədislər və s. və ilaxır və görürük ki, bəzi hədislərdə də var ki, İmam Zaman əleyhissalamın zuhuru Aşura gününə təsadüf eləyəcək. Var bu rəvayətlərdə. Bunların mənası var. Yəni elə bil ki, təsadüfi deyil. Bu məsələlər üst-üstə düşür, Aşura gününə təsadüf eləyəcək. Neysə, bu bir məsələdir. Ümumiyyətlə əzadarlıq. Elə bir şeydir ki, bu, yəni hər bir, belə deyək, insanlar bəzən şad günü çox rahat şəkildə qəbul eləyir. Əzadarlığa gələndə elə bil ki, biraz dayanırlar, biraz elə bil fikirləşirlər, görəsən ki, axı, nə qədər əzadarlıq olar, məsələn də elə bir çox görürlər əzadarlığı. Bəyaq da dedim ki, elə bir 2 ay məhərrəmlik olanda onu da çox görür ki, məsələn, yox, indi biz 2 ay məhərrəm demirik ki, 2 ayın hamısına əzadarlıq eləyirik. Amma 2 ayda heç olmasa fikrimizdə İmam Hüseyn əleyhissalamla yaşayırıq da. Qabaqlar gör necə ki, bəzən bunu qınayırlar. Qabaqlar, hətta mən bu hissə yadımdadır ki, təbii ki, yaşlı insanlar burada əyani şəkildə bu televizorun üstünü də örtərdilər, dəsmalla örtürdülər. Yəni bunu uşaqkən bunu bilirdi ki, həm də bu məhərrəmlikdə heç ya Hüseyn məsələn deyilməsə də ya, bunlar simvoldur, bunlar mənadır, köçürülür. İndi qınamaqdır, bu mənadır, köçürülür. Bəli, televizorun üstünü örtərlər. Yəni bu bir xüsusi bir hadisə var. Onu diqqətə. Yəni bu ümumiyyətlə bizim bu hadisə ilə bağlantımız neçə cür ola bilər? Mən bu neçə cür bağlantı haqqında deyim, toparlayayım söhbətimi, çox uzatmayayım. Neçə cür biz bağlantı edə bilər, neçə cür bağlana bilərik bu hadisəyə və mən bu bağlantının biri haqqında sonra istəyirəm, bu 10 gündə elə söhbət edəyək inşallah. Bir bağlantı, bu hadisəyə olan bağlantı, hissi bağlantıdır, emosional bağlantıdır, nə deyirlər, o hisslərlə bağlantıdır, ağlamaqdır, kövrəlməkdir. Bunlar böyük nemətdir ya. Baxın, çox xahiş edirəm ki, bu məsələlərə diqqətimiz olsun. Hətta bəzi adamlar var, deyir, mən xoşbəxtəm. Deyirəm, nəyə görə xoşbəxtəm? Deyir, hər nəyə baxıram, ağlayıram. Deyirəm, xoşbəxtlik deyir ki, bu hissivi əbəs yerə, havayı yerə xərcləməkdir. Hissi havayı yerə xərcləmə. Hissi qiymətli yerə xərclə. Hissi İmam Hüseyn üçün xərclə yine. Havayı yerə gülə baxır, ağlayır. Nə var ki, gülə baxırsan, ağlayırsan? Göyə baxır, ağlayır. Ona baxır, ağlayır. Kinoya baxır, ağlayır. Çıxır, mahnı oxuyur, ağlayır. Mahnı oxuyanda ağlayarlar. Nə var, sevgidən oxuyur. Bu ağlamaq yeri deyir axı. Elə bilir, yaxşı adamdır. Demirəm də pis adamdır ya, amma bu yaxşılıq əlaməti deyil. Hisslərin kövrəlmənin
həmişə kövrəlmənin üstə olması heç də yaxşılıq əlaməti deyil. Amma ümumiyyətlə kövrəlməmək də heç yaxşılıq əlaməti deyil. Kövrəlmək gərək qiymətli yerə xərclənsin. O qiymətli yer İmam Hüseyndir. Gərək Hüseyn üçün xərcləyəsən bu kövrəlməni. Gərək göz yaşını Hüseyn üçün xərcləyəsən. Gərək göz yaşını Kərbəla üçün, Aşura üçün, Əli Əkbər üçün. Əli Əsqər gələndə kövrəlmirsən adı. Əli Əsqərin adı gələndə kövrəlirsən. Əli Əkbərin adı gələndə kövrəlirsən. Amma bu gərək kövrəlmək. Ona görə Quranda da kövrəlmək elə bir şeydir ki, yəni bu Quranda da Allah Taala bəzi ayələrdə fikir verir, buyurur ki, biəyyizəni kövrəlmə insanın təbii xasiyyətidir, rəsmiliyə də tanınır, belə də olmalıdır. Yerində Quran da buyurur ki, biəyyizən min qutilət. O qızlar ki, cahil ərəbdə qız uşaqlarını öldürürdülər, bastırırdılar cahilliklərindən. Peyğəmbər gəldi, bunun qabağını aldı. Quran bax kövrəlir buna görə. Biəyyizən min qutilət. Hansı günaha görə bunları öldürürsünüz? Və yaxud Yaqub Peyğəmbərə qalə, qul, ya əsəfa əla Yusuf. Yaqub Peyğəmbər Həzrət Yusufun uzaqlığında, firaqında nədir? Ya əsəfa əla Yusuf. Çox darıxıram Yusuf üçün. Ya əsəfa əla Yusuf. Və biyyəzzət əynahu minəl huzni fəhuvə kəzin. Uzaqlıqdan, firaqdan gözləri kör oldu. Bax bu, belə olar, Peyğəmbərdir, qəmlənir. Belə deyil ki, bəzilərlə qəmlənmək olmaq, deyirəm də, ya o tərəfdəndir, ya bu tərəfdən, ya ümumiyyətlə qəmlənmirlər, ya da hər şeyə qəmlənirlər. Bəziləri tamamilə Peyğəmbər ağlayırdı, İbrahim oğlu dünyadan gedəndə, təşyid cənazəsini aparanda Peyğəmbər, o əzəmətdə Peyğəmbər ağlayır, soruşurlar, ya Rəsulullah, sən niyə ağlayırsan? Buyurur ki, əl-qəlbi xuz, qəlb kövrələr, göz də ağlayar. Bu təbiidir də, qəlb kövrələr, göz də ağlayar. Yəni, belə olar. Ona görə bu bağlantı, yəni Aşura və Kərbəla və Mühərrəmliklə bir dənə bağlantımız, bizim bir dənə bağlılığımız, təbii ki, o hissi bağlılıqdır. Və biz bunu tamamilə Quran ayələrdə bunu rəsmiliyə tanıyır. Rəvayətlər də bunu rəsmiliyə tanıyır. Quranda baxılan kəm tərəkü min cənnatin və uyun fəma bəkət aleyhimus səma vəl ərz. Musa Peyğəmbərin vaxtında Musanın ətrafı, Firon, bütün dünyanı, hər şeyi onlardan aldıq. Onları qara torpağa otuzdurduq. Amma fəma bəkət əleyhimus səma vəl ərz. Heç də Allah acımır. Göy yer heç onlara ağlamadı da. Elə belə olar yəni. Çünki Musanın sözündən çıxdılar, mənim sözümdən çıxdılar. Bütün var dövlətlərini aldıq onlardan. Fəma bəkət əleyhimus səma vəl ərz. Yer göy də ağlamadı onlara. Yəni deməli yerin göyün ağlayan tərəfi. Ona Əli əleyhissalam Mədainə gələndə, Mədain Bağdadın yaxınlığında Həzrət Salmanın qəbri oradadır. Ki Peyğəmbərin məşhur səhabəsi. Bunu Şeyx Abbas Qumi nəql eləyir Məfatihül Cinanda. Mədainə gələndə Əli əleyhissalam, Mədain də Fars, İran şahlarının taxt tac mərkəzi olub. Mədainə Əli əleyhissalam gələndə Əli əleyhissalamın yanında bir də şair var idi. Gördü ki, bütün saraylar aradan gedib xarabaya dönüb də. Şair bir dənə orada şeir deyir. Cərətir riyah əla rusumi diyarihi. Deyir, buna bax, şahların saraylarına bax. İndi bu saraylarda küləklər oturur. Yəni külək girib çıxır da, heç kim yoxdur. Əli əleyhissalam buyurdu ki, diyan, şeir oxuma, Quran oxu. Quran buyurur ki, fəma bəkət əleyhimul kəm tərəkü min cənnatin və uyun, fəma bəkət əleyhimus səma vəl ərz. Deyir, Quran oxuyunan ki, Quran buyurur ki, biz bunlardan var dövlətlərini aldıq, yola saldıq, nə göy ağladı bunlara, nə də yer ağladı. Amma Əli əleyhissalam, İmam Hüseyn əleyhissalam gəlir Əli əleyhissalamın yanına bir gün, fikir verir, bu ayə ilə gör necə buyurur. İmam Hüseyn əleyhissalam gəlir Əli əleyhissalamın yanına, Əli əleyhissalam əlini qoyur İmam Hüseynin çiyninə, nə buyurur? Deyir, amma fəma bəkət əleyhimus səma vəl ərz. Amma Hüseynim, innəkə sətuqtəl və təbki əleykə səma vəl ərz.
Hüseynim, sən amma o şəxssən ki, səni öldürəcəklər, yer də ağlayacaq sənə, göy də ağlayacaq sənə. Yəni bir şahlar gəlib gedir, Allah Taala acımır. Bir nəfər yerlə göy ona tabedir. Əleyhisselam buyurur ki, sənə yer də ağlayacaq, göy də ağlayacaq. Bu çox gözəl. Mən onun əvvəldə bir-iki cümləsini dedim, o qədər gözəldim. O hisslərə oturur ki, Şəhriyarın bu şeiri ki, deyir, Hüseynə yerlər ağlar. Bilmirəm, bəzi adamlar var ki, deyəndə bəzən şeir deyirlər, bəzən də hisslərini göstərirlər. Şeir olur. Yəni şeiri deyir sadəcə şeir üçün, bəziləri də hisslərini göstərirlər, dönür olur şeir. Elə bilirəm, bu şeir o şeirlərdəndir ki, o Şəhriyar bunu ürəkdən o hisslərini göstərib. Hüseynə yerlər ağlar, göylər ağlar, Bətul-i Mürtəza Peyğəmbər ağlar. Hüseynin növhəsin diliriş yazanda müsəlman səhlidir ki, kafər ağlar. Kör olmuş gözlərin, qan tutdu şimrin ki, görsün öz əlində xəncər ağlar. Hüseynin köynəyi Zəhra əlində çəkər qeyha qiyamət, məhşər ağlar. Atanda hərmələ ox Kərbəlada, görəydin düşmən ağlar, leşkər ağlar. Qucağında görəydin Ümmü Leyla, atıb nəşi Əliyi Əkbər ağlar. Çox axırıncı bir dənə beytə baxın, deyir, yazanda Ali Taha növhəsim mən, qələm gördüm sızıldar, dəftər ağlar. Çox möhtəşəmdir. Yəni bu elə bir şeydir ki, Əli əleyhissalam Nəhcül Bəlağənin 10-cu hikmətində buyurur ki, Nəhcül Bəlağə 3 hissədən ibarətdir. Nəhcül Bəlağə 3 hissədən ibarətdir. Ki, hikmətlərdir, məktublardır və xütbələrdir. O 10-cu hikmətində buyurur ki, xalitun nasə muxalətətən in muttum mə'aha bəkəv aleykum. İnsanlarla elə yaşayın ki, əgər öldü sizə ağlasınlar. Görün nə qədər. Əgər öldü sizə ağlasınlar. Və in uştum hənnu aleykum. Və əgər də yaşadınız, sizə müştaq olsunlar, sizi sevsinlər. Yəni bu təbiidir. Bu bağlantı təbii bağlantıdır və bizim də təbii ki, Peyğəmbər Həmzə şəhid olanda nə buyurdu Peyğəmbər? Gördü ki, bütün şəhidlər üçün ağlayanlar var. Peyğəmbər buyurur ki, fəla bəvakiyə ləhu. Həmzə əmim elə bir şəxsiyyətdir ki, ona ağlayan yoxdur, özüm ağlayıram Həmzəyə. Yəni bu Peyğəmbərimizi biz görürük, Əhl-i Beyti və s. və ilaxır. Bunlar bir bağlantılardır ki, təbii ki, mütləqdə olmalıdır və mühərrəmlik bizi bu bağlantıda yaşadır. Mühərrəmlik bizi göstərir, biz kövrəlməliyiksə nəyə kövrəlməliyik? Biz ağlamalıyıqsa nəyə ağlamalıyıq? Buyurdu ki, İmam Rıza əleyhissalamdandır, Şeyx Səduq bunu nəql eləyir, səhv eləmirəmsə, ya mən la yəhzurul fəqihdədir, ya Uyun Əxbar Rızada əgər səhv eləmirəmsə, indi gərək baxım, hər halda Şeyx Səduqdan rəvayətdir ki, İmam Rıza əleyhissalamdan rəvayət eləyir, buyurur İmam Rıza əleyhissalam, İnnə yevməl Hüseyn əqrahu cüfufəna. İnnə yevməl Hüseyn əqrahu cüfufəna. Hüseynin günləri gözlərimizi yara elədi. Yəni o qədər ağladıq. Və əsvəlu dumu'ana və gözlərimizin yaşını tökdü. Və əzəllu əzizana əzizlərimizi xar elədi. Fəlyəbkil bakun fəala mislil Hüseyn fəlyəbkil bakun. Hüseyn kimisinə gərək gözlər ağlasın. Fə innəl buqa əleyhi yəhuttuz zunubəl izam. Hüseynə, İmam Rıza buyurur, Hüseynə ağlamaq günahları tökər. Hüseynə ağlamaq günahları tökər. Baxırsan, De'bel Xəzai, bunlar nümunələrdir. De'bel Xəzai məşhurdur. İmam Rızanın ən yaxın dostlarından, səhabələrindən şairdir. Gör nə deyir şeirində ki, yəni baxırıq ki, bəziləri bu hisslərdir. İndi məhərrəmlik gəlib, məsələn, bax indi məsələn şiələr
Ağlayıcı, şiyələr ağlayıcı. Sən elə hər yerdə kövrələ bilirsən. Mən indi Məhərrəmlikdə 10 gün kövrələ bilmirəm. Özdə nə üçün şiyələr? Şiyə ağlamır. Dediyi yerlər ağlar, göylər, hər kəs ağlayır. Yəni, ağlamaq ya kövrəlir, ya ağlayır. Ona görə bu hadisə elə bir hadisə, De'bel Xəzai məşhur şairlərdəndir. Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr edir. De'bel Xəzai ki, İmam Rızanın yaxın dostlarındandır. İmamın huzurunda şeir deyir. Şeirə bax ki, buyurur, və qəd əfatimu ləv xiltəl Hüseyn mücəddəla. Ey Fatimə, kaş olaydın Fürat kənarında Hüseynevin susuz dünyadan getməsini görəydin. Əfatimu ləv xiltəl Hüseyn mücəddəla və qəd matə ətşanən bişətti Furati. İza lələtemtil xəddə Fatimu indəhu və əcrəyti dəm'ul eyni aləl vəcenati. Ey Fatimə, olaydın Fürat sahilində, Hüseynevin şəhid olmasını görəydin, onda əlvi vuraydın üzvə, döyəydin üzvü. İza lələtemtil xəddə Fatimu indəhu və əcrəyti dəm'ul eyni və göz yaşlarını tökəydin günə və üzvə. Deyir, İmam Rıza əleyhissalam xələt verir, öz libasını bəxş eləyir De'belə. Deyir, De'bel, bu libası verirəm sənə, bu libasda 1000 gecə, hər gecə 1000 rükət namaz qılmışam və hər gün və hər günüm orucluqla keçib bu libasda. Hədiyyə verir libasını De'belə şeirinə görə. Şeir uzundur, yəni bir hissəsini qeyd elədim. Mən oruc dedim, yəni Quran xətm eləmişəm, üzr istəyirəm. Rəvayəti düzgün qeyd eləyim ki, 1000 gecədə, hər gecə 1000 rükət bu libasda namaz qılmışam və 1000 xətmi Quran etmişəm bu libasla. 1000 xətmi Quran bir bəxş eləyir, hədiyyə verir De'belə. Yəni, bunlar elə bir hadisələrdir ki, biz bundan sadə keçə bilmərik, sadə hadisələr deyil. İmam Rıza əleyhissalamdan yenə bir rəvayətdə var ki, əgər bir kəs Hüseynin adını eşidə və əshabının adını eşidə və deyə, ya leytəni kuntu məəkə fəəfuzə fəvzən əzima. Ey kaş səninlə olaydım və səadətə qoşulaydım. Hər kəs Hüseynin adını eşidə, bu cümləni deyə Kərbəla şəhidləri ilə məhşur olar. Ya leytəni kuntu məəkə fəəfuzə fəvzən əzima. Kaş səninlə olaydım və səadətə qovuşaydım. İmam Sadiq əleyhissalam Mismə ibn Əbdülməlikə bir gözəl cümləsini, baxın, çox möhtəşəm cümlədir ya, bunu da deyirəm. İmam Sadiq əleyhissalam Mismə ibn Əbdülməlik yaxın sahabələrindəndir. Soruşur ki, Hüseyn üçün ağlayırsan? İmam Sadiq deyir Mismə ibn Əbdülməlikə, ey Mismə, Hüseyn üçün ağlayırsan? Deyir, bəzən olur da, bəzən ağlayıram. Deyir, bilir, İmam buyurur, bilirsən ki, hər kim Hüseynə ağlasa, Əzrail onunla ölüm vaxtında mehriban olar, rahat canını tapşırar. Bunu İmam Rıza əleyhissalam buyurur. Ona görə biz böyüklərin də həyatlarında görürük, Ayətullah Bəhcətdən deyirlər. Ayətullah Bəhcət deyir, bütün mal dövlətinin 1/3 hissəsini vəqf eləmişdi, belə deyək də, hədiyyə eləmişdi ancaq İmam Hüseyn məclislərinə. Görənlər də bilir, biz o vaxtı görənlər də bilir ki, həmişə İmam Hüseyn məclisi qapıda dayanardı, qapıda oturardı İmam Hüseyn məclisində. Yəni, bu qədər. Ayətullah Mərəşi Nəcəfi, Ayətullah Mərəşi də böyük şəxsiyyətlərdəndir. Bir müəllim Mərəşi Nəcəfi haqqında da danışanda da öz bir aləmi var da Mərəşi Nəcəfi ki, məşhur dünyəvi, belə deyək, dünya səviyyəsində məşhur kitabxana onun adına qeydə alınıb dünyada, Qumda yerləşir də. Ki, o kitabxananı necə toplayıb, bunu bilənlər, alimlər var məclisdə, bilənlər bilir ki, necə toplayıb. Ki, deyirlər ki, oruc tutardı, orucun
sərmayəsindən o kitabları yığardı. Bir gün deyir, gördülər ki, yağışda bir nəfər yığılıb belə, yağışda düşüb yerə gelib gördülər, artıq Mərəş Nəcəfidir, kitabı sıxıb qucağına, ki, tək yaş olması yıxılıb küçədə, aclıqdan huşunu itirib. Bu cürünü o kitabxanayı dünya miqyasında o kitabxana dərc olunub. Ayətullah Mərəşi buyurur, bir nəfər nəql eləyir, mən əlbəttə 2 vasitə ilə bunu deyir. Bir nəfər deyir, nəql edir ki, Ayətullah Mərəşi məni çağırdı ki, filan kəs, gəl bir dənə sözüm var. Deyir, oğluma demişəm, birdən unudar, sənə də deyirəm, unutmayasan. Mən öləndən sonra mənim cənazəmi qoyun İmam Hüseyn əleyhissalamın qəbrinin önünə, əmmamənin bir ucunu, mənim tabutuma, bir ucunu Hüseynin qəbrinə, bir ucunu Hüseynin qəbrinə bağlayın ki, dəxil düşün və mənim cənazəmin yanında Hüseyn əzası saxlayın. Yəni bu insanlar, baxın görün, nələrdən danışırlar, biz elə burada gəzə-gəzə bəzən sadə baxırıq məsələyə. Sadə bax, biz yəni ki, və yaxud da ki, sadə baxmağa sövq eləyirlər bizi. Ya özümüz sadə baxırıq, ya da elə şərait aparırlar ki, sadələşsin. Elə çox əhəmiyyət verməyək. Çox əhəmiyyət verməyək. Bəzən görürsən ki, elə bir ki, saatı var Aşuranın. Gün orta vaxtı deyir, nə deyirlər? Qətil sındı deyirlər, nə deyirlər? Qətil, o nə deməkdir, yəni qətil sındı? Yəni nə olur ki, məsələn? Yəni sonra o xüsusi xətdir də, yəni o tərəfə əzadı, bu tərəfə şadlıqdır. Yəni bu nə təfəkkürdür ümumiyyətlə? Nəysə, bunlar hamısı bu bağlantı nədən irəli gəlir? Mənə zəhmət olmasa vaxtı burada gör. Tamam. Bəli. Mən toparlayıram, üzürlü sayın. Mən həmişə qabaqda demişəm, müəyyən bir vaxt qeyd eləyirəm. Biraz çəkir, amma söhbətimi yığım ki, bəs deməli, bunlar elə bir məsələlərdir ki, biz bunun fərqində olmalıyıq. Bu bir bağlantıdır İmam Hüseynlə, hissi bağlantı. Bu hissi bağlantı mühərrəmlikdə elə bil ki, başlayır. Biz istədik, istəmədik, başlayır. Əqidəvi bağlantı da var, fikri bağlantı da var, əxlaqi bağlantı da var. Hissi bağlantı haqqında, əqidəvi bağlantı, fikri bağlantı, inşallah söhbətlərimiz bizim fikri və əqidəvi bağlantı üzərində davam edəcək. Ona görə vaxtımız da onun üzərində. Əqidəvi bağlantı nədir əqidəvi? Fikri bağlantı nədir? Bax, İmam Hüseyn əleyhissalam gedir döyüşə, qayıdır. La havlə və la quvvətə illa billahil aliyyil əzim. Baləğən nəsihə. Bu məşhurdur İmam. Baləğən nəsihə. O qədər nəsihət elədi bu düşməni. O qədər nəsihət deyir, cümlə gör nədir? Baləğən nəsihə. Baləğən nəsihə, yəni nəsihətdə həddi keçdi. Yəni hər bir anda nəsihət edirdi. Nə deyir? Həzrət Zeynəbə nə deyir? Həzrət Zeynəbə buyurur ki, Zeynəbim, bacım, narahat olma ki, məndən böyüklər dünyasını dəyişib. Hər kəs onun yanından gəlib, onun yanına. Baxın, bunlar hamısı əqidəvi bağlantılardır ya. Bunlar əqidəvi bağlantılar bizi öyrədir ki, hətta döyüş zamanı da itirmir özünü. Və əxlaqi bağlantılar da ki, səbirdir, şücaətdir, o ehsandır, düşmənə hətta belə axırıncı ləhzədə, axırıncı anda çox maraqlıdır ki, hətta tək qalan anda düşmən tərəfdən İmam Hüseynə keçən, düşmən tərəfdən İmam Hüseynin səhvinə, İmam Hüseyn tərəfə keçənlərdən olub. Hətta İmam Hüseyn şəhid olandan sonra döyüşənlər olub, qayıdıblar. Yəni İmam Hüseyn şəhid olandan sonra anlayıb ki, səhv olub, qayıdıb, şəhid olub. Şəhid olub. Bu İmam Hüseyn məktəbidir. Yəni hətta özü olmasa da belə bərəkətini bəxş eləyir, bərəkətini yayır. Biz bu bərəkəti hiss eləməliyik, biz bu bərəkəti anlamalıyıq, biz bu bərəkəti bilməliyik. Özü də biz deyəndə bütün insanlar bunu bilməlidirlər. Yəni onlar da ki, hətta bəzən bilməyərəkdən, ya bilərəkdən görürsən ki, qabağına, belə bir məclislərin qabağına almaq istəyirlər. Hərdən adam dua eləyir, kaş onlar da agah olsunlar ki, belə məclisin qabağına almaq, insanlığın qabağına almaqdır, həyatın qabağına almaqdır, yaşamın qabağına almaqdır. Yəni sən əgər bu məclisin qabağına alırsan, sən öz qabağına alırsan, mənim qabağıma almırsan, mən onsuz da işimi görürəm də, bugün oldu, sabah olmadı.
Ya heç vaxt olmadı. Ürəkdəki yaşayır, fikirdəki yaşayır. Ona görə hər kəs bunu bilməlidir. Və bu cümlə ilə mən İmam Rıza əleyhissalam sonda inşallah mərsiyə, rövzə bir neçə dəqiqədə istifadə edəcək. Amma İmam Rıza əleyhissalamın İmam Hüseyn üçün oxuduğu rövzəni mən oxumaq istəyirəm. İbn-i Şəbibə deyir bunu. Hər bir günün özünə qədər mərufdur da, məşhurdur. Həmişə günləri bəzən bölürlər. Amma bu elə bil mənə çox xoş gəlir. Ki İmam Rıza əleyhissalam bir hədisdə Rəyyan ibn Şəbib, Rəyyan ibn Şəbib İmam Rızanın yaxın səhabələrindəndir. İmam Rıza əleyhissalam buyurur ki, Məhərrəmliyin biri gəlir İmam Rızanın yanına. Rəyyan ibn Şəbib. Diqqət edirsiniz. Hamı, həm xanımlar, həm ağalar, xahiş edirəm bir də buna diqqət edin. Rəyyadim qalə dəxəltu alərdir. Rəyyadim Şəbib rəvayət eləyir ki, bunu yenə Səduq Əmalidə nəql eləyir. Uyun Əxbar Rızada da. Səduq da möhtəşəm şəxsiyyətlərdən də haqqında hamı azından çoxundan haqqında eşidim. Səduq elə bir şəxsi, Şeyx Səduq elə bir şəxsiyyətdir ki, yazırlar ki, bu İmam Zaman əleyhissalamın duası ilə dünyaya gələnlərdəndir. Belə bir şəxsiyyət. Nəysə, bu rəvayətdə yazıb, Ən Rəyyan ibn Şəbibdir. İmam Rıza əleyhissalamın yanına gəldim, Məhərrəmliyin biri. Fəqaləli yəbnə Şəbib, əsaimun əntə, oruç tutmusan? Birinci gündə, əsaimun əntə. Fəqultula, dedim, yox, ya yəbnə rəsul, Peyğəmbərin rəsul, oruç tutmamışam. İmam buyurdu ki, Hazəl yevm huvəl yevmul ləzi. Bugün bilirsən nə gündür? Bugün o gündür ki, əvvəlcə bugün haqqında tarixi məsələlərə işarə edir. Bugün o gündür ki, Həzrət Zəkəriyya övladı olmurdu, övladı üçün Allaha dua elədi ki, ilahi mənə övlad bəxş eləginən və Allah Taala mələklər vasitəsilə Həzrət Zəkəriyya namaz qılarkən ona vəhiy gətirdi ki, biz sənə Yəhyanı bəxş etdik. Bu bir məsələ. Və sonra buyurur, Sümmə qalə, İmamımıza buyurur, Yəbnə Şəbib, ey İbn Şəbib, ki şəxsin adıdır, həmən dostunun, sahabəsinin. İnnəl muharrəmə huvə şəhrulləzi. Gör necə? Bu rovzədir ya, bu elə bir ki, oxşayır İmam Rıza. Gör nə deyir? İnnəl muharrəm, mühərrəm o aydır ki, hətta cahiliyyətdə belə bu ayın hörmətini saxlayırdılar. Hətta cahil ərəblər, Allahsız ərəblər, bu hörməti, bu ayın hörmətini saxlayırdılar. Kanə əhlül cahiliyyə fîmâ məza yuhərrimunə fîhü zülm etməzdilər, müharibə etməzdilər. Fəmâ ərəftə hazihil ümmə hurmətə şəhri. Amma bu ümmət bu ayın hörmətini saxlamadı. Və la hurmətə nəbiyyəha. Peyğəmbərinin hörmətini saxlamadı. Ləqəd qutilu fî hazə şəhri zurriyyətəhu. Bu ayda Peyğəmbərin övladlarını öldürdülər. Və səbbu nisa'əhu. Qadınlarını təhqir etdilər. Və entəhəbu siqləhu. Mal, bütün var dövlətlər, varlarını əllərindən aldı. Qarət etdilər. Fəla qəfərallahu ləhum zalikə əbədən. Allah Teala heç vaxt onları bağışlamasın. Yəbnə Şəbib, inkündə bakiyən, ağlamaq istəyirsənsə, ey İbn Şəbib, İmam Rıza buyurur, ağlamaq istəyirsənsə, inkündə bakiyən li şeyin fəbki lil Hüseyn. Hüseynə ağla ginan. Fə innəhu zubihə kəma yuzbəhul kəbş. Qoyunun boynu kəsilən, boğazı kəsilən kimi onun boğazını kəsdilər. Və qutilə məəhu min əhli beytihi səmaniyyətə əşər. Onunla bir yerdə əhli beytindən 18 kişini öldürdülər ki, onların bənzəri aləmdə yox idi. Onların bənzəri aləmdə yox idi. Və ləqət bəkətis səmavati səb vəl ərəzun. Yer göy ağlayır Hüseynə. Və ləqət nəzələ iləl ərzi minəl məlgör. İmam Rıza nələri buyurur? Və ləqət nəzələ iləl ərzi minəl məlaikə ərbəətü alaf. 4000 mələk göydən nazil olub. Qiyamətin gününə qədər Hüseynin qəbrində dayanıb zəvvarına, ziyarətçisinə xidmət edir. Və ləqəd nəzələ iləl ərzi minəl mələikə ərbəətü alaf linəsrihi fəvəcəduhu qəd qutilə fəhum ində qəbrihi şusun qubr. Çox narahat
vəziyyətdə ila ən yəqumə ta imamın zuhuruna qədər orada dayanacaqlar və şüarları ya ləsaratil Hüseyndir. Yəbnə şəbib ləqəd həddəsəni əbi atam mənim üçün deyib, atasından deyib, babasından deyib innəhu ləma qutilə cəddiyəl Hüseyn əmtarətis səma dəmən Hüseyn dünyadan şəhid olduqda göy qan ağladı və turabən əhmər və qırmızı torpaqlar yerə dağıldı. Yəbnə şəbib imbəkəytə ələl Hüseyn hətta təsirə dumuəkə əla xəddeykə ғəfərallahu ləkə əgər Hüseynə ağlasan, göz yaşın əgər surət və tökülsə Allah Teala sənin günahlarını bağışlayar, kiçik və böyük günahlarını bağışlayar. Təbii ki də bunları biz anlayırıq İmam nədən danışır. Öz şəraiti ilə belə deyil ki, hər bir şərtdə. Təbii ki, şəraiti ilə. Yəbnə şəbi insərrəkə əgər istəyirsən ki, təlqəllah əzzə və cəl Allaha mülaqat eləyəsən və la zəmbə aleykə və günahsız olaraq Allahın huzuruna gedəsən fəzuril Hüseyn əleyh İmam Hüseyni ziyarət etkinən yəbnə şəbib bunlar İmam Rızanın xitabıdır ya, adı da təkrar yəbnə şəbib insərrəkə ən təskunəlğurəfəl məbniyyə fil cənnə əgər cənnət məkanda yer tutmaq istəyirsənsə Peyğəmbərlə bərabər fələn qətələtəl Hüseyn Hüseynin qatillərinə lənət deginən fikir verginən İmam Rıza tək hətta düşmənə lənət yəni bil tanıginan və lənət deginən yəbnə şəb insarrəkə ən yəkunə ləkə minəs səvabı misluma limən ustuşhidə məl Hüseyn əgər Hüseynin yanında şəhid olanlar əcrinə nail olmaq istəyirsənsə fəqul mətə ma zəkərtə bəyaq dedi ya leytəni kuntu mə'hum fəəfuzə fovzən əzima yəbnə şəbib insərrəkə ən təkunə mə'ana əgər bizimlə olmaq istəyirsənsə yuxarı dərəcələrdə, cənnətin yüksək dərəcələrində fəhzun li huznina qəmlərimizlə qəmlən və fərəh li fərəhina şadlığımızla şad ol və əleykə bi vilayətina vilayətimizi möhkəm saxla fələv ənə rəculən təvəlla həcərən əgər hər hansısa bir insan daşa belə gör imam nə buyurur hər hansısa bir insan daşa belə sevgisini bağlasa o daşla məhşur olacaq. Sən Hüseynə sevgimi bağla inan. Fərqi yoxdur. Bu günləri bizi tamamladım da qutarıram. Bu günləri bizi Allah Hüseynə ağlı bəli mən Hüseynə ağlayıram. Mənasızdır, sənin üçün mənasızdır, mənim üçün hər şeyə ağlamaq ki, necə olur mənalı olur. Bu mənim üçün mənalıdır. İmam buyurur ki, daşa ağlasan belə, daşla məhşur olacaqsan. Sən Hüseyn üçün ağla inan. Əssalamu aleykə. Ya Əba Əbdillah, sallallahu aleykə, ya Əba Əbdillah, sallallahu aleykə, buyur, sallallahu aleykə, ya Əba Əbdillah. İnşallah Allah Teala'dan istəyirik, İmam Hüseyn əleyhissalamın məhəbbətini qəlbimizdə həmişə uca etsin. Allah Teala'dan istəyək ki, inşallah biz mühərrəmlik, aşura və əzam məclislərinə agah olanlardan olaq. Allah Teala'dan istəyək inşallah ki, xəstələr, xəstəxanalarda, evlərdə, hər bir yanda, varislər, bivarislər, Allah bütün hər kəsə şəfaət və sağlamlıq inayət etsin inşallah. Allah Teala'dan istəyirik, ilahi pərverdigara, xəstəlik ki, bütün dünyanı tutub, bu xəstəliyi bütün bəşəriyyətdən uzaq et. Xəstəliyə tutulanlara şəfa inayət et. Allahım, bizi İmam Zaman əleyhissalamın zuhurunu təcil et. Bizi zuhura hazır olanlardan qərar ver. Bizi Əhl-i Beytin öz mərifətin, Əhl-i Beytinin mərifəti ilə bizim qəlbimizi doldur. Bizim fikrimizi öz mərifətinlə, Əhl-i Beytin mərifətinlə doldur. Bizim qəlbimizi imanla həmişə bərabər et. Allahım, İslam şəhidləri, Kərbəla şəhidləri, İslam şəhidləri, Azərbaycanda, Qarabağ şəhidləri, istər birinci Qarabağ müharibəsi, istər ikinci Qarabağ müharibəsi və istər bu sahədə olan şəhidlər, Allahın bu şəhidləri, İslam şəhidləri və Kərbəla şəhidləri ilə bərabər et. Allahın dünyadan gedən ata-analarımız, baba-nənələrimiz və hər kəs bu durdumandan, başqa bir durdumandan rəhmətə gedib ruhlarını Allah şad et.
Allah'ım bizi İmam Hüseyin Aleyhisselam'ın meclis iştirakçılarından qərar ver. Bizim dilimizi İmam Hüseyin'e, İmam Hüseyin diyen dillerden qərar ver. Bizim dualarımızı qəbul et. Ellerimizi geri qaytarma. İmam Zaman Aleyhisselam'ın zuhuruna bizi zemin hazırlayanlardan qərar ver. Ağamızın zuhurunda iştirakçılardan qərar ver. Ağamızın zuhurunda olanlardan qərar ver. Bizi agah ve ağıllılardan və öz məhəbbətinlə olanlardan qərar ver. Peyğəmbər, Peyğəmbər cəmalına salavat zikr edeyim. Allahümme salli ala Muhammed və ali Muhammed.